Bir konversiyon pozuntuları, yəni bu lap çoxdan olan bir şeydir. Bunu hətta belə deyim, yəni ciddi belə təhrif eləyərək bir hekayə falan da yazmağı düşünürəm. Deməli, ailənin maddi vəziyyəti çox aşağıdır. Yəni orta yaşlı bir ailədir. Kişi birdən-birə iş tapır və işləməyə başlayır və kişinin işlədiyi yer qadın kollektividir. Yəni orada 8-10 dənə qadın var, tək kişi bunun həyat yoldaşıdır və qadın istəmir həyat yoldaşı orada işləsin. Qadınların içərisində istəmir. Amma işdən çıx da deyə bilmir. Çünki iş tapıb və illər sonra maddi vəziyyətləri biraz daha düzəlməyə başlayır. Və qadında konversiyon pozuntu oldu. Nə oldu bilirsiniz? Dili batdı. Qadın danışmır. Bir həftədir, 10 günü danışmaq istəyir, amma danışa bilmir. Yəni təbii ki, indi nevroloji yoxlanılır və s. və s. Yəni insan daxili çaxnaşmasının necə gəldi, məhz onun dilindən vurmağı, yəni mistik bir şeydir də. Yəni sən daxili çaxnaşmaya baxa bilirsənmi? Yəni yoldaşına deyə bilmir işdən çıx. Qal da deyə bilmir. Çözüm tapdı. Tapa bilmir ümumiyyətlə. Yəni qalıb o iki çaxnaşma arasında və dili batdı. Yəni düşünün. Və bunu təbii ki, yəni siz də bilirsiniz ki, bu təkcə dərmanla həll olacaq bir məsələ deyil də. Bu izah olunmalıdır, danışılmalıdır bu məsələ. Bu da danışa bilmir. Və bir şəkildə bir güvən qazanandan sonra falan danışandan sonra yəni bir həftə 10 gündən sonra xanımın nitqi yavaş-yavaş açılmağa başlamışdı. Yəni qısqanclıq, yəni bu onu vurmadı, döymədi, heç nə şey eləmədi, həyat yoldaşı. Əksinə o dövr onlar üçün çox yaxşı keçdi. Yoldaşı onu həkimlərə aparır, dəstək olur və qadın da görür ki, nə yaxşı, yoldaşım doğrudan da məni sevirmiş. İkincilik qazanc. Bəli, məni sevirmiş doğrudan da. Tamam, işləsin dedi. Güvəndim ona. Mən əminəm ki, o da heç nə olası deyil və bir də gecə növbəsi qadınlar falan, yəni şey olmuşdu, yəni bir daxili çaxnaşma gətirib bu şəkildə özünü göstərmişdi.